İlk baxışdan partlayışdan sonra qalxan toz dumana bənzəsə də, bu zavoddan yayılan tüstünün görüntüləridir. Kadrlar sosial şəbəkələrdə paylaşılıb. Bildirilir ki, Abşeron rayon ərazisində fəaliyyət göstərən Qobu kərpiç zavodu yenidən zəhərli tullantıları atmosferə buraxır. Nə vaxt işləyirlər ən çox? Axşam olur. Tozu torpağı necə sizi narahat edir? Eləyir, bəli, eləyir. Sadəcə yəni olur da, o şikayət olunsa da yəni eləyirlər. Qapı pəncərəni aça bilirsiniz o toz torpağın əlindən yoxsa? Deyil. Sakinlər deyirlər ki, dəfələrlə kərpiç zavodunun fəaliyyəti zamanı atmosferə tullantıların atılması və qazıntı işlərinin aparılması ilə bağlı şikayətlər edilib. Lakin hər axşam zavoddan qalxan toz duman səbəbindən onlar nə evlərindən çıxa, nə də qapı pəncərəni aça bilirlər. Kadrlardan da məlum olur ki, zavoddan havaya atılan zəhərli tüstü, eləcə də toz və duman ərazidə yerləşən yaşayış evlərinə dolur. Qeyd edeyim ki, daha əvvəl bu müəssisə qaz, toz boğucu qurğuların quraşdırılmaması səbəbindən cərimələnmişdi. Fəaliyyət göstərən bütün avadanlıqların toztucu qurğularla təchiz olunubdur. Tüstünün qalxması da qazla əlaqəlidir. Biz çünki qazdan istifadə edirik. Bütün yoxlanışlarımız dediyim kimi vaxtında yoxlanışlarımız olur. Ekologiya istər Fövqəladə Hallar Nazirliyindən, istər əməkdaşlar gəlirlər, yoxlanışlar həyata keçirirlər. Zavodun tikintisi 2003-2004-cü illərdə başlayır. Bu sənədlərdə də var, rəsmi sənədlərimiz də var. Və biz zavoda açdığımız vaxt ümumiyyətlə yan yörəsində bir dənə belə olsun ev olmayıbdır. Məsələ ilə bağlı Dövlət Ekoloji Təhlükəsizliyi Xidmətindən Xəzər xəbərə bildirilib ki, Abşeron rayonu Qobu qəsəbəsi ərazisində yerləşən kərpiç zavodunun fəaliyyəti zamanı ətrafa tüstünün yayılması ilə bağlı daxil olan şikayət əsasında araşdırma və ölçmə işləri aparılacaq. Fakt təsdiqini taparsa qanuna müvafiq tədbirlər görüləcək. Bəzi sakinlər tərəfindən dəfələrlə şikayət edilən kərpiç zavodunun ətrafındakı evlər nə zaman tikilib? Sualı Abşeron rayon İcra Hakimiyyətinə ünvanladıq. Qurumdan bildirildi ki, sözügedən məsələ ilə bağlı Abşeron rayon İcra Hakimiyyəti tərəfindən aidiyyatı üzrə nəzarət edən qurumlara məlumat verilib. Mənzillərlə bağlı isə qeyd edildi ki, tikilmiş evlər 20-30 il əvvəl inşa olunub. Nərmin Məmmədhəsənli, Vüsal Hüseynov, Xəzər xəbər.